Deyirəm, elə oturasan səhərdən axşamacan burada, dən səfəsən toğ cücüyə. Ləzzətdir valla. Amma bir iş var ki, daha toğlarda da dad tam qalmır. Sənin canın üçün, ay yox, sənin canı van düşmərəm, sənin canın artıqdır mənim üçün dünyalar qədər. Bizim rayonda toğlar vardı ki, rəngi alabəzə, göy qurşağı kimi. Amma indi, hey qardaş, indi hərdən ki yolum düşür o doğma yerlərə, baxıb nə görsəm yaxşıdır. Toğucanın rəngi ağ, inkubator riski. Deyirəm ki, hani o çil-çil anajlar, qırqol quyruqlu xoruzlar, hani? Düz deyirsən. Geçmişdə deyirlər ki, nəhəng-nəhəng dalğalar, iri-iri qayalarla döş-döşə gələmiş. Nə oldu olar indi, ha? Yaxşısı budur, bir pürrəngi çay vurayım. Ay kişi, harada görülüb toğucucuya vermişil çorbası yedirsinlər? Yaxşı yadıma düşdü. İtin yeməyinin vaxtıdır. Toplan da gözümə dərdir. Əşi, nə olacaq, itdi də, indi gizlənib yəqin kölgəliklərin birində. Atam rəhmətli deyərdi ki... Allah rəhmət eləsin. Allah ölənlərimə rəhmət eləsin. Kişi gərək 3 dənə şeyi gizlin saxlasın. Birinci pulu. Pulu. Pulun ki çox oldu, düşmənin də çox olacaq. Gərək qədərin bildirməyəsən. İkinci arla. Üçüncü getdiyin yeri. Gərək bildirməyəsən ki, hara gedirsən. Şamaxıdasan, gərək deyəsən ki, Ağsuduyam. Qoy Ağsuda axtarsınlar səni. Mirzə! Ağa Mirzə, tez elədən su soyur. Gəldim. Bu cür hacırda isti su neyinirsən? Arvadağa 2 gündən bir başın yiyir. Bizimki də belədir də, gərək mən su töküm, o da yiyilsin. Gəldim.